necə yaradır? Deyir, mənim enerjim zənginlik yaradır. Kodlama beynindəki olan neyron hüceyrələrin dəyişir tamamilə və insanın düşüncəsini dəyişdikcə insanın qarşısına çıxan hadisələr də dəyişir. Çünki onun hissləri dəyişir, emosiyaları dəyişir, artıq hərəkəti dəyişir və artıq yeni bir tezliyə qalxdığı üçün, vibrasiyaya Hı hı. qalxdığı üçün insanın qarşısına başqa bir hadisələr, fərqli bir hadisələr çıxmağa başlayır. Orda şans olur, uğur olur, pul olur, fərqi yoxdur. Yəni hansı tezlikdə qulaq asırsınızsa, hansı kodlamaya qulaq Hı asırsınızsa, hı. ona uyğun sizdə tezlik dəyişir və ona uyğun artıq şans gəlir sizin həyatınıza. Həqiqətən də bu belədir. Bəzən xanımlarımız işləmir Hı və hı. mənə sual verirlər ki, bəs biz bu kodlamanı alsaq, pul mənə necə gələcək? Mən işləmirəm axı. Mən işləmirəm axı. Mən işləmirəm. Nə bilim, yəni heç bir gəlir yerim yoxdur. Necə olacaq? Mənə bir dənə deyin. Baxın, məsələ burasındadır ki, sizin o pul hardan gələcəyinizsə mən bilmirəm. Bu zənbildən də gələ bilər, həqiqətən də. Biraz da İnanın, inanmaq lazımdır. İnanın ki, elə adamlar olub ki, sadəcə küçədə gedib pul tapıblar. Vallah deyirəm. Yəni mənim elə bizdə elə xanımlar var ki, kodlama alıblar. Yəni giveaway-də maşın udanlar var. Həqiqətən deyirəm sizə. Gözəl. Və yaxud da hər hansı bir ulu nənəsindən ev qalanlar var. Hardan gələcək, hansı yolla gələcək bilmirəm. Yoldaşınız işləyirsə, yoldaşınıza gələcək. Nə bilim, bacınız, qardaşınız işləyirsə, ona gələcək. Ümumiyyətlə bəlkə sizə təsadüfi bir şəkildə gələcək. Yəni o sualı ümumiyyətlə tövsiyə Vermək verirəm ki, olmaz. verməyin. Çünki mənim cavabım hər zaman deyirəm, bilmirəm.